uşağa ad qoymağın üstündə boşanırlar. Oğullarına ad qoymaqda razılaşmayan cütlük boşanır. Çində məhkəmə qeyri-adi boşanma işinə baxır. Ailədə uzun sürə münaqişə səbəbindən uşaq 1 ildən artıqdır ki, doğum haqqında şəhadətnaməsizdir və məcburi peyvənd ala bilmir. Cütlük 2023-cü ildə ailə qurub. 1 il sonra isə onların uşaqları olub. Bundan dərhal sonra fikir ayrılıqları başlayıb. Hər bir valideyn öz adında israr etdi və orijinal sənədləri və ya etibarnaməni digərinə verməkdən imtina eləyir. Hər ikisi ayrı-ayrılıqda uşağı seçilmiş adla qeydiyyata almağa çalışsalar da, onların müraciətləri rədd edilib. Məhkəmə valideynlərə uşağın hüquqlarını qorumaq üçün sənədləri müəyyən edilmiş müddətdə doldurmağı tapşırıb. Eyni zamanda valideynlərin məcburi psixoloji müayinə keçmələri qərara alınıb. Sənədlərin əsli müvəqqəti olaraq məhkəmənin nəzarətində qalıb. Bundan sonra qeydiyyatı başa çatdırmaq üçün onları anaya təhvil verməyi planlaşdırırlar. Bu müddətdə isə ər-arvad uşağın adı ilə bağlı razılığa gələ bilmədikləri üçün boşanma prosesini davam etdirirlər.